Milli lider Heydər Əliyevin 103-cü il dönümü ilə əlaqədar yolumuz müqəddəs torpaqlaradır. Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı bizi Ağdam, Xocalı, Əsgəran və Xankəndinə aparır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ərəfəsində Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının təşəbbüsü ilə Qarabağa səfər təşkil olunub. Səfərdə təşkilatın kollektivi, şəhid ailələrinin üzvləri və ərazi partiya təşkilat sədrləri iştirak ediblər. İştirakçılar Ağdam Cümə məscidini ziyarət edərək bu müqəddəs məkanın tarixi və mənəvi əhəmiyyəti ilə yaxından tanış olublar. Daha sonra Şəhidlər Xiyabanında vətən uğrunda canından keçənlərin xatirəsi ehtiramla yad edilib. Gördüyünüz şəhidimiz milli qəhrəmanımız Allahverdi Bağırovdur. Dediyim kimi Allahverdi Bağırov Ağdam şəhərində anadan olmuşdu. Yaxından baxsaz arxasında gördüyünüz başdaşı 1-ci Qarabağ döyüşündən qalan başdaşdır. Hal-hazırda qarşınızda onun başdaşı isə 2-ci Qarabağ döyüşündən sonra Ağdam şəhəri azad olunan sonra qızları tərəfindən Allahverdi Bağırov qoyulan başdaşdır. Allahverdi Bağırov tək bizlər üçün yox, həm də ermənilər üçün böyük dahi şəxsiyyət olub. Onların gözündə qorxulu komandirlərimizdən biri olub. Qeyd olunub ki, Qarabağda həyata keçirilən bərpa quruculuq işləri Azərbaycanın gücünün və qətiyyətinin bariz nümunəsidir. Səfər çərçivəsində iştirakçılar Əsgəran qalasını da ziyarət ediblər. Tarixi əhəmiyyətə malik bu abidə ilə yaxından tanış olan iştirakçılara onun memarlıq xüsusiyyətləri və strateji mövqeyi barədə məlumat verilib. Bu da bizim Xankəndi stadionu. Daha sonra səfər iştirakçıları Xankəndi şəhərinə yollanıblar. Zəfər meydanı ziyarət olunub, şəhidlərin xatirəsi bir daha ehtiramla yad edilib. Səfər iştirakçıları Qarabağ Universiteti ilə də yaxından tanış olublar. Universitetdə yaradılan şərait və müasir təhsil infrastrukturu barədə ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyevin 103-cü il dönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı, fəalları, ərazi partiya təşkilatları, şəhid ailələri ilə bərabər Xankəndinə səfərə gəldik. Bu səfər doğrudan da çox qürur verici bir səfər idi və səfərimiz Xankəndi, Əsgəran, Ağdam istiqamətləri üzrə oldu. Biz burada torpaqlarımızın işğal altından azad olunandan sonra abadlıq quruculuq işlərinin aparıldığını görəndə doğrudan da böyük fəxr hissi ilə, qürur hissi ilə bu günü yaşadıq. Bizim burada şəhid ana ailələrimiz iştirak elədi. O şəhid ailələrdir ki, hansı ki onların evladları bu torpaqda, bu torpaq uğrunda öz canlarından keçiblər, öz canlarını bu torpaq uğrunda fəda ediblər və onlar bu ərazilərə gəldilər, fəxr hissi ilə evladlarının işğaldan azad etdiyi torpaqlarda oldular və bu da bizə doğrudan da böyük bir fəxr, qürur hissi yaşadır. Bildirilib ki, bu cür təhsil ocaqlarının yaradılması bölgənin inkişafında mühüm rol oynayır. Səfər təəssüratı bizi həqiqətən çox qürurlandırdı. Ona görə ki, bu torpaqların hər bir qarışıq şəhidlərimizin qanı və canı bahasına azad olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bugün də uğurla davam etdirilir və təhsil millətin gələcəyidir ideyası Azad Qarabağda öz real təsdiqini tapır. Çox möhtəşəmdir, çox sevindirici haldır ki, şükür qovuşdurana ki, biz bura gəldik, öz torpaqlarımıza qayıtmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. Ali Baş Komandanımız var olsun, yaşasın Azərbaycan.